Şəkərbura, paxlava, bəzək verir xonçaya. Bahar necə yaraşır Azərbaycana. Hələ biri də var. Novruz gəlir, yaz gəlir, bir əlində saz gəlir. Yo, indi şeir deməyəcəm, mahnı oxumayacam. Sözdələndə sənə Novruz bayramından danışacağam. Ölkəmiz Azərbaycan doğrudan da çox unikal bir yerdir. Bax, burada bir çox mədəniyyətlər, müxtəlif millətlər və fərqli dinlər eyni yerdə görüşür. Bəlkə də dünyada yeganə xalqıq ki, müxtəlif dinlərin və mədəniyyətlərin bayramlarını, xüsusi günlərini özümüzünki kimi qeyd edirik. Novruz da məhz ən gözəl nümunələrdən biridir. Biz əsasən İslam ölkəsi hesab olunuruq. Amma bu bayramın köklərinin atəşpərəstlikdən gəldiyini bilə-bilə onu sevərək, böyük bir coşqu ilə qucaqlayaraq qeyd edirik. Çünki bu sadəcə bir inancın deyil, təbiətin, oyanışın, baharın bayramıdır. Deyirlər ki, Novruzun tarixi çox qədimdir. Tarixi mənbələr onun yaşının 1000 illərlə ölçüldüyünü yazır. Yəqin bilirsən ki, Novruz təkcə Azərbaycanda deyil, həmçinin Mərkəzi Asiya boyu digər türk dövlətlərində, hətta İran və Əfqanistanda da qeyd olunur. Novruz bayramına kimi hələ 4 fərqli çərşənbələr qeyd edirik. Elə bir Novruz bir filmdir, çərşənbələri də treylerdir. Bizi əsas bayrama hazırlaşdırır. Su çərşənbəsində təbiət oyanır, sular donunu açır. Ot çərşənbəsində günəş torpağı qızdırmağa başlayır. Yel çərşənbəsində külək oyanan təbiəti hərəkətə gətirir. Torpaq çərşənbəsi də xəbər verir ki, artıq torpaq oyanıb, əkinə hazırdır. Deyirəm, Novruzun tonqal qalanıb, cəmaatı bir yerə yığmağı çox yaxşı şeydir. İldə bir dəfə bir-birinə ancaq salam verən qonşular belə bu tonqal ətrafında görüşüb, sosiallaşırlar. Tonqaldan əvvəl günlərlə uşaqların taxta toplamağı, onu qaladıqdan sonra davam edən proses çox əyləncəli, həyəcanlıdır. Adama ləzzət edir. Yadıma gəlir əvvəllər məhəllələr kimin tonqalı daha hündürdür deyə yarışardılar. Amma indi tonqal nədir? Heç tüstüsü də burnuma gəlmir. Hamının əlində telefon var, insanlar ekranı sürüşdürə-sürüşdürə zombi kimi gəzirlər. Çox təəssüf ki, o gözəl birliyi virtual aləmə qurban verdik. Yeyib-içən xalqıq. Burada qəbaət bir şey yoxdur. Yetər ki, normasını biləsən, idmanını eləyəsən. Qəşəng yeyib-içməyimizi Novruzda da göstəririk. Novruzda axşam süfrə başına ailələrin, qohumların toplaşıb yemək yeməsi, söhbətləşməsindən daha yaxşı nə ola bilər? Hələ süfrədə Novruza məxsus olan atributlar da adamın könlünü açır. Ləzzətli şəkərbura, şirin paxlava, toppuş badambura, cürbəcür çərəzlər və s. saysan qutarmaz. Bəh-bəh, adamın ağzını dadlandırır. Ortada da yaşıl səməni, vəssalam, komanda hazırdır. Elə bir çempionlar liqasıdır. Ən sevdiyim adətlərdən biri də papaq atmadır. Onun həyəcanı nəyə desən dəyər. O ki, papağı qonşunun qapısına atıb, qapını döyüb, tələsik qaçanda yıxılmadınsa, başın divara dəymədisə, onun nə ləzzəti. Bəzilər elə bilir ki, papağı əsas onun içinə qoyulacaq neymətə görə atırıq. Yox, bu da Novruzun bir əyləncəsidir, oyunudur. Onsuz da indi papaq atan azalıb. Yemək yediyim vaxt bəzən qapı döyülər. Döyənlər də o qədər ənənədən uzaq qalıb ki, heç qaçıb yaxşı yerdə gizlənə də bilmir. Papaq atmanın o şirin həyəcanı itib gedir. Qızların qulaq falına çıxmağı da ümumiyyətlə elə bil heç vaxt olmayıb, unudulub. Bütün bunlar gözəldir, amma bu kosa və keçəli heç vaxt başa düşmədim də. Ortaya düşüb ancaq təlxəyli edirlər. Bu azmış kimi bir də əllərini açıb cəmaatdan pul dilənirlər. Sonra da başlayırlar bir-birini qapazlamağa. Bilmirəm, bəlkə də kosa və keçəl tamaşaları keçmişdə daha yaxşı olub. İndi xeyli təhrifə məruz qalıb. Ola bilər. Məncə bunu yaxşı hala gətirib, uşaqlara əyləncəli təqdim edə bilərik. Qoy onlar da şiddət, kimisə aşağılamaq, bayaqlıq yerinə öyrədici və əyləncəli bir məzmun görsün. Hə, gələk indi bu Novruz bayramının dünyada tanınmasına. Biz özümüz adətlərimizi unuduruq, qaldı ki, onu dünyada tanıdaq. Bütün dünya bir neçə bayram var ki, onu tanıyır, hətta qeyd edir. Məsələn, Halloween. Uşaqlar qapı-qapı gəzib konfet yığır. Hər kəs qorxulu, əcaib kostyumlar geyinir. Baxırsan ki, bu da əyləncədir. Olsun, nə deyirəm? Bəs bizim papaq atmamızı niyə kimsə tanımır? Baxanda Novruzda daha çox ənənə var. Bir qismini bayaqdan sayırıq. Novruz bayramını ölkə səviyyəsində reklam edib dünyaya tanıtmaq, ölkəyə digər sahələrdə də nüfuz gətirər. Niyə Amerika öz fast foodunu, filmlərini, propagandasını dünyaya sırıyanda olur, amma biz heç kəsə zərəri dəyməyəcək bir ənənəni, bayramı tanıdanda olmur? Yaxşı bayram deyə, hərçənd ki, əvvəlki kimi geniş və təmtəraqlı qeyd olunmur. Yəqin ki, dünyanın dəyişməsi buna çox təsir edir. Bir də bundan qabaq, digər bayramlarda olduğu kimi,
Novruz qabağı bir çox işbazların ərzağın qiymətini suyunu artırmağı var. Elə bu hamının kefinə soğan doğrayır. İnsanlar o qədər sıxıntı çəkir ki, axırda papağın içinə qoz fındıq da qoya bilmir. Müharibələrin olduğu, özbaşınalığın baş alıb getdiyi, bütün gün qaça-qaçda olduğumuz bu dünyada Novruz bizim içimizdəki ümid qığılcımıdır. Novruzun qədrini bilək. Novruz bayramımız mübarək.